Mən artıq deyərmi 4 ildən çox şəkərəm mən. Şəkər həyatı yəni heç də asan deyil. Sızıltılar, səbirsizlik, əsəb, stres, şəkər yəni olay yaşadır insana. Yəni sıxıldım belə həyat yaşamaqdan, yəni dərman atmaqdan, ay onu yemə, ay onu eləməsi şəkər qalxacaq, təzyiq qalxacaq. Ona görə müraciət etdim, əməliyyata qərar verdim. Salam, bugün 15 yanvar 2026-cı il. Zəfəran Hospital, xəstəmiz Babayev Vaqif, 86-cı təvəllüddür. Xəstəmiz 5 ildir 2-ci tip şəkərli diabetdən əziyyət çəkir. Aparılan müalicələr fonunda şəkərin səviyyəsi 230-240-lardadır. Hal-hazırda el arasında məşhur olan şəkər əməliyyatı deyilən bir əməliyyat icra ediləcək. Bu əməliyyatın mahiyyətini sizə başa salacaq. Hal-hazırda mədə üzərində əməliyyat gedir. Sonra bağırsaqların üzərində gedəcək. Loru dildə sizə deyirəm ki, insanlar bunu başa düşsünlər. Bağırsaqlarda bəzi yer dəyişmələr aparmaqla bədənin öz daxili rezervlərini metabolik proseslərə cəlb eləmiş oluruq. Əməliyyatın mahiyyəti budur. İndi hal-hazırda mədənin üzərində fundus bölgəsində qrilin zonasını kiçiltmək üçün xüsusi vertikal rezeksiya əməliyyatı gedir. Bu mədə kiçiltmə əməliyyatından tam fərqli bir əməliyyatdır. Göstərəcəm, davam edək. Doktor dedi ki, yəni səni əməliyyat edəcəm və keçmiş həyata qaytaracam. Və sənin şəkərini daha bir də görməyəsən. İstədiyin kimi yaşayasın. Elə də oldu. Bu əməliyyatlar zamanı işlətdiyimiz cihazlar Covidin şirkətinin liqaşur aparatlarıdır. Bir dəfəlik aparatlardır. Əməliyyatla bir dəfə işlədilib, ondan sonra kənara buraxılır. Gördüyünüz kimi bu aparat həm plomblayır damarların ağzını, həm də kəsə bilir. Və də bu əməliyyatın sürətini artırmış olur. Bunun hesabına əməliyyatımız həm də qansız icra olunur. Vaqif bəyin əməliyyatının birinci mərhələsi, yəni ekonom siliv qastrektomiyamızı bitirdik. 60% mədəsinin qrilin zonasını çıxartdıq. Əsəl bölgəsi də antrum burada durur, görürsünüz. Burada biz bir anastomoz qoyacaq. Kör bağırsaqdan sayaraq 2 metr yarım, 3 metr bypass eləyəcək. Şəkər 240, 190 aşağı görmürdüm. Hətta bəriz də yedim, gördüm düşmür aşağı. Həkim sağ olsun, indi şükür Allah, şəkər 75, 80. Ayağımda sızıltılar yoxdur. Sızıltılar o da ayağımda, bir inə batırdı ayağımın altına. Parmaqlarıma, əlimin içinə. Sonra ürək sıxıntısı, onlar yoxdur. Biz praktikamızda bu cür teyplərdən istifadə edirik. Bunların uzunluğu 70 santimdir. Bağırsağı biz dəqiq saymaq üçün bunlardan istifadə edirik. İndi hal-hazırda teypi salmışıq içəri və ileosekal küncdən 2 ədəd teyplə uzaqlaşacaq. Qaçın əməliyyat oldu. Vallahi hiss eləmədim. Yəni sağ olsun, bir anlıq. 15 elədi, bir daha elədim ki 17-si dayan. Yəni necə keçdiysə həmən gün, necə əməliyyat oldusa, qəti hiss eləmədim. Hər şey yaxşı. Dərman qəbul etməyəcəm həkim deməyinə görə. Dərmana əlvida. Daha doğrusu dərmanlara. Biz bəzini saxlayacağım inşallah. Keçmiş həyatımı yaşayacağım. Ən önəmlisi oldu ki, yəni həkim bunu bacarır həqiqətən də bunu. Yəni deyirlər ki, çox yermədilər ki, onun əməliyyatı yoxdur. Sən nə zaman qərar versən, deyəm mən qərar verirəm və inanıram da. Vaqif bəyin əməliyyatını tamamladıq. Göstərirəm nə elədik, bir-bir göstərək. Şəkər əməliyyatının mahiyyətini çox adam soruşur. Biz də onu sizə çalışacaq başa salaq. Budur, mədə görürsünüz, kifayət qədər böyük mədə var. Biz sadəcə onun qrilin zonasını götürdük. Buradan mədə ilə nazik bağırsağın son bölümü arasında 2 metr 70 santim qastro ilioanastomoz qoyduq. İndi onun keçiricini yoxlayacaq. Vurun oradan bir mayeni, baxacaq. Və buradan da təbii keçidi var. Əvvəlki keçidi də durur. Budur. Əvvəlki keçidi də gördünüz. Bu birinə də vurur. Birinə də keçid sərbəstdir. Bir də vurun. Doldurun mədəsini. Kənardan mədəsini göstər, hamısı görürsün. Vurur. Budur. Yəni ikili keçid. Yəni aşağıya da keçdi, gördüyünüz kimi və təbii yolla da getdi. Bu inkretinlərin sintezinin artmasına və protektiv təsirə kömək edəcəkdir. Bədaltı vəzin çalışması. Sanki insanın daxili QLP1 dediyimiz bir
inkretinin daimi normal sintezini və bu əlaqələrin yəni normallaşmasına və bununla da şəkərli diabetin tamamilə öz daxili imkanları hesabına yox olmasına, ikinci tipdən söhbət gedir, gətirib çıxardacaq. Oldu, anastomozumuzun ikincisi buradadır. Bağırsaqla bağırsaq arasında anastomoz, bu da çox önəmli bir məsələdir. Bunun hesabına isə bağırsaqlar arasındakı reflünü qarşılamış oluruq və inkretinlərin sürətlə sintez olmasına əsl səbəb olan anastomozumuz da budur. Onun da istiqaməti tamamilə doğru istiqamətdə qoyuldu, budur, fiksasiya olundu və bununla da əməliyyatımız tamamlandı. Əməliyyat müddətimiz 3 saat yarım çəkdi. 48 saat keçib əməliyyat, artıq yedirdiniz. Necədir? Heç görək. Vaqif bəy. Təbrik edirəm. Davam edin. Bax, hələ. Yenə istəyirsiniz? Əlbəttə yenə istəyirəm. Ver, yenə ver. Nə olacaq ki? Düzdür, bəziləri yəni insan da indi qorxur ki, əməliyyatdır, heç də asan deyil, yəni belə bir şey fikirləşir. Amma vallahi bu şəkər heç də zarafat xəstə deyil. Yəni o şəkər qalmaq daha pisdir. Damarları sıradan çıxardır, böyrək sıradan çıxardır, gözü sıradan çıxardır. Aqressiv olursa həmişə, yəni gəlib əməliyyat olmaq, yəni bundan canı qurtarmaq daha yaxşıdır. Bir-iki il deşikdə açılıb, qurtarı getdi. Onu da keç istəyirəmirsə heç ağrısı da yoxdur. Mən heç həmən gündən, yəni aylığın gündən 1 qramda ağrısını hiss eləmirəm. Hər şey normaldır. Əməliyyatımdan artıq 15 gün keçib, özümü yaxşı hiss edirəm, çox rahatam. Bəli, çox şeylər götürülüb aradan, göz torlanmasıdır, damarlar sızıldamasıdır. Özümü bir sözlə yaxşı hiss edirəm. Çox xoşum, çox rahatam, yəni belə deyim. Pərhizimdəki öz qaydasında, yerində. Şəkər düşmə aşağı, şükür olsun Allaha. 100, 95, 98 pərizlə, yəni bu müddət çəkəcəm pərizlə, amma yaxşı da o gedəm inşallah. Keçim əməliyyatdan çox razıyam.